Salam dəyərli izləyicilər. Teba TV-nin xüsusi xəbər buraxılışı. Teba TV-nin rəhbəri Cavad İsmayılbəyli tərəfindən ABŞ prezidenti və İsrailin baş nazirinə müraciət. Amerikanın Chicago şəhərindən yayımlanan Teba TV-nin rəhbəri Cavad İsmayılbəyli tərəfindən ABŞ prezidenti Donald Trump və İsrailin baş naziri Benjamin Netanyahuya müraciət edilir. Bu müraciət İranda baş verən hadisələri geniş şəkildə şərh etmək məqsədi daşımır. Məqsəd, son günlərdə baş verən qanlı olaylara diqqətin cəlb edilməsidir. Son etiraz dalğası zamanı ABŞ prezidenti və İsrailin baş naziri tərəfindən dəfələrlə İranda yaşayan millətlərə müraciət olunaraq bildirildi ki, molla rejimi legitimliyini itirib və İran xalqları ayağa qalxaraq küçələrə çıxmalı, öz gələcək talelərini dəyişməlidirlər. Eyni zamanda bəyan edildi ki, bu prosesdə onlara dəstək veriləcək. Hətta İsrail rəsmiləri tərəfindən açıq şəkildə bildirildi ki, əgər etirazçılara qarşı havadan hücum həyata keçirilərsə, molla rejiminin hərbi qüvvələri hədəfə alınacaq və məhv ediləcək. Bu çağırışlara inanaraq İranda yaşayan millətlər küçələrə çıxdılar. Tək-tək deyil, ailələri ilə, qadınları və uşaqları ilə birlikdə küçələrə axışdılar. Lakin bunun ardınca İranın silahlı qüvvələri dünyanın heç bir hüquq, qanun və insanlıq normalarına tabe olmadan dinc əhaliyə qarşı atəş açdı. Hələlik rəsmi şəkildə təsdiqlənməmiş məlumatlara görə bu hücumlar nəticəsində minlərlə insan qətlə yetirildi. Həlak olanların böyük əksəriyyətini qadınlar və gənclər təşkil edirdi. Onlar öz taleləri üçün, insan kimi yaşamaq üçün və eyni zamanda ABŞ və İsrailin verdiyi vədlərə inanaraq canlarını fəda etdilər. İranda bütün rabitə və internet sistemləri kəsildi. Cəmi 3 gün ərzində minlərlə insan qətlə yetirildi. Ölənlərin sayı o həddə çatdı ki, rejim özü 3 günlük matəm elan etməyə məcbur qaldı. İnternetin kəsilməsi səbəbindən törədilən cinayətlərin real miqyası və dərinliyi bu günə qədər tam şəkildə üzə çıxmayıb. Eyni zamanda qeyd olunur ki, Elon Musk tərəfindən vəd edilən Starlink sisteminin də İranda fəaliyyət göstərməsinə imkan verilmədi və bir Çin şirkətinin müdaxiləsi nəticəndə bu sistem tamamilə sıradan çıxarıldı. Bu müraciətdə bir sıra açıq suallar səsləndirilir. Nədən verilən vədlərə əməl edilmədi? Nədən millətlərin hissləri və ümidləri ilə oynanıldı? Sinəsini güllə qabağına sipər edən gənclərin, qadınların və dinc insanların qanı qarşısında mənəvi məsuliyyətin dərk edilib edilmədiyi sual altına alınır. Müraciətdə vurğulanır ki, əgər bu üsyanın davamı kəsilərsə, molla hakimiyyəti növbəti 10 illiklər boyunca da hakimiyyətini qoruyacaq və daha böyük, daha ağır cinayətlərə əl atacaq. Bunun nəticəsində İranda yaşayan millətlərin ABŞ və İsrailə olan etimadı tarix boyu geri dönməyəcək şəkildə sarsılacaq. Qeyd olunur ki, bütün tarix boyunca İranda yaşayan xalqların gözündə ABŞ və İsrail mənəvi nüfuzunu itirəcək və bu etimadsızlıq gələcək nəsillərə ötürüləcək. Sonda müraciətdə bildirilir ki, mövcud vəziyyətdən yalnız bir çıxış yolu var. Dinc insanlara qarşı zorakılığın həyata keçirildiyi bütün hərbi bazalar və repressiya mərkəzləri qısa müddətdə hədəfə alınmalıdır. Əks halda təkcə İranda yaşayan xalqların deyil, bütün dünyanın gözündə ABŞ və İsrail ciddi etibar itkisi ilə üzləşəcək. Sizinlə Teba TV xəbər studiyasında Aylar Təbrizli idi. Sağ olun, salamat qalın.